Salam əziz dostlar, hər birinizi xoş gördük. Bu videoda mən sizə həm konkret, həm də mücərrəd olan bəzi sözlərin izahını verməyə çalışacağım. Demək, bazar sözü, burada yazdığım hər bir söz həm konkret, həm də mücərrəd ola bilir. Bazar sözü gedilən məkan, ticarət yeri mənasındadırsa konkret və yaxud da ki, heyvanların satılan yer mənasındadırsa konkret, həftə sonu mənasındadırsa mücərrəd. Ay sözü, göydə gördüyümüz ay. Bu konkretdir. Təqvim ayı, yanvar, fevral, bu isə mücərrəddir. Şan, arı şanı, bu arının bal topladığı yer. O mənasındadırsa konkretdir. Şan-şöhrət mənasındadırsa mücərrəd. Ağıl, yəni bu başımızda olan ağıl, bu mücərrəddir. Amma heyvanların saxladığı yer isə, ağıl isə necədir? Konkretdir. Yay ərzində heyvanların saxlandığı yer. Analıq, atalıq. Bu daha çox testlərə düşür. Analıq, atalıq his mənasındadırsa anaya məxsusiz, atıya məxsusiz. Bu mücərrəddir. Amma ögey mənasındadırsa konkretdir. Saat sözü. Demək, qol saatı, divar saatı bir əşya mənasındadırsa bu konkretdir. Amma zaman, vaxt mənasındadırsa deməli mücərrəddir. Hava sözü udduğumuz hava, yəni bu toxunur bizə konkretdir. Amma musiqi havası isə necədir? Mücərrəddir. Bu tipli videoların davamını istəyirsinizsə, kanalımıza abunə olmağı, bəyənib paylaşmağı unutmayın.